Qəhrəman müəllim, sizi xoş gördük. Az sonra qanun və icra proqramı canlı efirdə yayımlanacaqdır. Buyurun, bugünkü mövzu barədə fikirləriniz. Təşəkkür edirəm. Mövzumuz dələduzluq cinayətləri və ona uyğun olan İnzibat Xətalar Məcəlləsinin müvafiq maddələri, o cümlədən Mülki Məcəllənin buna aid olan normalarıdır. Bildiyiniz kimi bizim təəssüfsüzlə qeyd edilək ki, cəmiyyətimizdə ən çox yayılmış cinayətlərdən biridir dələduzluq cinayətləri. Digər buna bənzər mülkiyyət əleyhinə olan cinayətlərdən fərqi odur ki, dələduzluq cinayətində deməli zərər çəkmiş şəxsin əmlak və əmlak hüquqları etibardan sui-istifadə etmək və aldatmaqla ələ keçirməsi ilə əlaqəlidir. Təşəkkür edirəm. Çox sağ olun. Müəllim, xoş gəlmisiniz. Sizin bugünkü mövzu barədə fikirlərinizi bilmək istəyərdim. Həmkarım bu barədə ətraflı məlumat verdi. Mən də bir qısa əlavə edeyim. Dələduzluq cinayəti bildiyimiz kimi talama cinayətlərinin bir növüdür. Yəni oğurluq, soyğunçuluq, mənimsəmə kimi bir cinayətlərin bir növüdür. Digər cinayətlərdən fərqli olaraq burada özgənin əmlakın gizli olaraq talamadan yox, əmlakın açıq talamasından söhbət gedir. Belə ki, şəxs öz əmlakını könüllü olaraq dələduzluq edən şəxsə verir. Deməli, dələduzluq cinayəti Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulub. Şəxsin əmlakının 500 manatdan artıq miqdarda ələ keçirilməsi dələduzluq cinayətinin tərkibini yaradır. 500 manatdan aşağı olduqda isə İnzibat Xətalar Məcəlləsinin 227-ci maddəsi, yəni xırda talamanın tərkibini yaradır. Təşəkkür edirəm. Sadiq xanım, sizi xoş gördük. Sadiq xanım, bildiyiniz kimi illərdir ki, qanun və icra proqramının ekspertidir. Bugünkü veriliş barədə, bugünkü mövzu barədə sizdən də... Bəli, bugünkü mövzumuz çox aktualdır. Nə qədər də maarifləndirmə işləri aparsaq, çox təəssüf ki, mənim özümə də vəkil kimi çox tez-tez bu əməlin qurbanı olmuş şəxslər müraciət edir. Demək olar ki, elə hər birimiz yaşadığımız həyatımız boyu ya bu halla üzləşmişik, qurbana çevrilmişik, ya da ki, onun astanasına gəlmişik. Yəni, hesab edirəm, çox aktual mövzudur. Bugün də çox maraqlı bir veriliş alınacaq. Təşəkkür edirəm və verilişin aparıcısı, analoqu olmayan bir aparıcı, hüquqşünas, vəkil, əzizimiz, dəyərlimiz Əkbər müəllim. Buyurun, Əkbər müəllim. Mən hər kəs salamlayıram. Bu günlər qanun və icra proqramında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əhatə edən maddi hüquq normaları ilə bağlı çox dəyərli həmkarlarla fikir mübadiləsi aparacağım. Eyni zamanda həmin maddi hüquq normalarının inzibati məsuliyyətlə bağlı İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin həm dispozisiyası, həm sanksiyasına bağlı ətraflı məlumat verəcəyik. Bildiyiniz kimi, son zamanlar cəmiyyətimizdə dələduzluq cinayəti ilə bağlı, onun əməlindən zərər çəkən şəxslərlə bağlı, onun ödənilən pulların, məbləğin qaytarılmasına bağlı çox vaxtı vətəndaşlarına fikir ayrılığı yaranır. Mülki hüquq münasibətlərdə yoxsa əməldə cinayət tərkibi var. Qanun və icra proqramına baxarsınız, bu günlər dəyərli ekspertlərimiz, hansı ki, onların mən adlarını bir-bir qeyd edəcəm. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Şükürlü Kamran bizə dəstək olacaq bu məsələdə. Eyni zamanda Vəkillər Kollegiyasının üzvü vəkil xanım Saadət xanım Vəliyeva bizim həmin bugünkü maddi hüquq normalarına bağlı fikir mübadiləsi aparacaq və Vəkillər Kollegiyasının üzvü Qəhrəman Qarayev bu günlər qanun və icra proqramında qonaqdır və hər üç vəkil mənim həmkarımdır və hesab edirəm ki, bugünkü normalar ətrafında həmin vəkillərin fikirlərini sizlə paylaşacaq. Xüsusilə qeyd etmək istəyirəm, bu günləri çox hörmətli mediatorımız, belə deyək ki, Gədəbəy və eyni zamanda Şəmkir bölgəsini təmsil edən Gəncə Bir Sahəli Mediasiya Şurasının, həm mediasiya şurasının üzvüdür, həm də regional bir belə deyək ki, mediasiyanın üzvüdür. Anar bəy Hacıyev bizim qonağımızdır. Mən hesab edirəm ki, Anar bəyə olan müraciətlər mediasiyanın həmin bölgədə aparılan işlərlə bağlı bizi və vətəndaşlarını tam məlumatlandıracaq. Baxmağa dəyər. Təşəkkürlər. Çox